Hər vaxtınız xeyir gənclər. 5 aprel 2026-cı ildə Master School Tədris Mərkəzi tərəfindən keçirilən magistratura üzrə sınaq imtahanında istifadə olunmuş ingilis dil suallarının izahına baxırıq. Bilirsiniz ki, 1-dən 5-ə qədər dinləmə suallarıdır. Ona görə gəlin əvvəlcə dinləməyə qulaq asaq, o arada qeydimizi tutaq və sonra testlərə davam edək. Hello, sales department. This is Anne speaking. How can I help you? Hi, Anne. This is Sam. I'm calling about the piano you want at your Christmas party next month. Oh, good. It will be a great surprise to have one there for our boss for the night. He can play, and it will be great fun for the party. Have you been able to source one? Well, yes, I have, but, well, we're going to either have an issue with the logistics or the budget, or possibly both. Oh, dear. Well, we have found another piano, as you requested, and it's available for the date you want, but it's too wide for the entrance doorway into the building. Oh, I see. So what are our options? Could we dismantle it outside and reassemble it inside? No. Unfortunately, you can't really do that with pianos. Do you have any ideas? Well, we can hoist it up to the first floor balcony. The door there will be large enough to fit it through. Great. That sounds like a good plan. That will work, though it will increase the cost considerably, as we need a crane and probably 2 to 3 more people to manage getting it successfully into the building. Oh, I see. Well, we can definitely stretch the budget by about 10%, but we shouldn't go over that. If we exceed the budget by more than 10%, then other parts of the party budget will have to be cut, and we don't really want that. Okay, so this idea won't work then. Could you send me some photos of it? I'll do it now, together with the costs, rental, and delivery information. Great. Thanks, Sam. Let me think about it, and I'll call you back later today. Sure, no problem. Okay. Deməli, qeydlərimizi tutduq. İndi isə gəlin testlərə baxaq. Deməli, birinci sualda doğru mülahizəni istəyir bizdən. A variantında Anne can stretch her budget by nearly 10%. Bəli, burada qeyd eləmişdik, büdcəni 10% belə deyək, civarında təxminən dəyişdirə bilər. Doğru cavab elə A variantıdır. Digər variantlara da baxaq. B-də Anne needs a piano for their boss party. Boss birthday party. Amma burada qeyd elədik ki, Christmas partyyə görə, yeni ilə görə istəyir. B səhvdir. C-də Anne has to stretch her budget by more than 50%. 50%-dən çox büdcəsini dəyişdirə bilər. Xeyr, bu səhvdir. 10% deyirdi maksimum. D-də piano hansı ki sən tərəfindən təklif olunur, o belə deyək, bayırda hissələrinə parçalana bilər, sökülə bilər və yenidən düzəldilə bilər. Xeyr, bu deyirdi ki, no dismantle, yəni hissələrə ayırmaq olmaz pianoları. Və Y-də Anne works at the HR department, amma ən yuxarıda qeyd eləmişik sales department, satış departmanındadır. Deməli, cavabımız elə A variantı. İkinci də hansı sualın cavabı var? A-da deyir ki, when will the party be held? Parti belə deyək, nə vaxtı keçiriləcək, nə vaxtı şey olacaq? Təbii ki, Christmasda, gələn ay. Elə bu doğru cavabdır. B-də how many trucks will Sam need? Nə qədər trucka ehtiyacı var, kamaza ehtiyacı var Sam'in? Bilmirik, deyə bilmərik. C-də what kind of logistic problems are there? Nə tip logistika problemləri olacaq? Bu barədə də məlumatımız yoxdur. Sadəcə deyir ki, logistika və yaxud da cost problemi ola bilər, qiymət problemi ola bilər, büdcə problemi ola bilər. D-də how many people will attend the party? Partidə nə qədər adam iştirak eləyəcək? Bilmirik. Y-də who will be the singer at the party? Partidə belə deyək, müğənni kim olacaq, oxuyan kim olacaq?
bundan da xəbərimiz yoxdur. Bir dənə onu bilirik ki, boss pianoda ifa edəcək. Deməli, cavabımız elə A variantı. Üçüncü sualda. Why did Anne want to order a piano for the party? Anne niyə görə parti üçün piano sifariş vermək istəyir? A-da deyir ki, onun bossu ondan xahiş edib ki, partiyə piano gətizdirsin. Yəni bir şəkildə bunu üstəsindən gəlsin. Xeyr, belə bir şey deyilmir. B-də o istəyir ki, bossu pianoda ifa eləsin və hər kəs əylənsin. Bəli, burada deyir ki, boss can play and we have fun. Deməli, cavabımız elə B variantı doğrudur. C-də she wanted all the guests to entertain her boss. Bu tərsinədir. O istəyir ki, bütün qonaqlar bossu əyləndirsin. Xeyr, boss əyləndirəcək insanları. D-də she wanted to decorate the first floor balcony with piano. Birinci mərtəbənin balkonunu piano ilə bəzəyib düzəmək istəyir, dekorasiya eləmək istəyir. Xeyr, onsuz da giriş qapısı böyüdür, içəriyə, daha doğrusu balacadır. Piano böyüdür, içəriyə sığmayacaq birinci mərtəbədən. Sonra Y-də onun bossu xahiş edib ki, onun oğlunun ad günü üçün güya tapsın. Xeyr, bu da səhvdir. Christmas party üçün istəyirlər. Deməli, cavab B bəndi. Dördüncüdə cümləni tamamlamanızı istəyir. The piano which is available for the day and wants, yəni Anne'in istədiyi gün müsait olan, əlçatımlı olan piano cümləni tamamlayaq. A-da deyir ki, has some delivery problems. Çatdırma problemi ola bilər. Xeyr, çatdırmada bir problem yoxdur. Qaldırmada problem var. Binaya yerləşdirməkdə problem var. B-də can be disassembled and rebuilt. Yəni bayırda sökülüb təzədən yığıla bilir. Xeyr, pianolarda bunu eləmək olmur. C-də cannot be carried by a crane since it's risky. Riskli olduğuna görə kranla qaldırmaq olmaz. Xeyr, əksinə deyirdi ki, kran və 3+3 insana ehtiyacımız var. Qaldırıla bilər. D-də is too large in comparison with the entrance door. Yəni giriş qapısı ilə müqayisədə çox genişdir, çox böyükdür, enlidir. Bəli, doğru cavab D-dir. Yuxarıda burada da qeyd eləmişik. Y-də has been used by very famous musicians. Yəni bir çox belə deyək, populyar musiqiçilər tərəfindən istifadə olunub. Xeyr, bundan da məlumat yoxdur. Elə cavab D variantı. Və 5-cidə cümləni tamamlamanızı istəyir. Sam təklif eləyir. Sam orada nə təklif eləyirdi? Deyirdi ki, istəyirsinizsə belə kranla gətirə qaldıraq, 3+ adama ehtiyacımız olacaq, hoist up eləyə bilərik. Hoist qaldırmaq deməkdir. Qaldıra bilərik və o yuxarıdakı geniş qapıdan içəri girə biləcək. Bu da əla olacaq, yaxşı olacaq, amma qiymət dəyişəcək. Krana və o gələn köməkçi belə deyək, əməkdaşlara əlavə pulumuz çıxacaq. Qız da onu istəmir. Pis ideyadır deyir. Deməli A-da to analyze the delivery cost before ordering the piano. Yəni zakas eləməmişdən əvvəl, sifariş verməmişdən əvvəl çatdırma xərclərini analiz eləməyi təklif eləyir. Xeyr. B-də to get the piano into the building himself. Özü güya içəri daşıyacaq. Xeyr. C-də not to use cranes in order to minimize the costs. Krandan istifadə eləmə, çünki qiymətləri minimizə elə, yəni azaltmaqdan ötürü krandan istifadə eləmə. Xeyr, əksinə oğlan təklif edir ki, kran işlədək, amma qiymət biraz qalxacaq. D-də hoist the piano to the first floor balcony. Bəli, balkonuna qaldıra bilirlər. Balkonun da şeyi, nədir onun adı? Qapısı genişdir. Ona görə ola bilər. Deməli, cavab D variantıdır. Y-də də dismantle the piano in order to pass through the entrance door. Yəni pianonu giriş qapısından girə bilsin deyə sökməyi təklif edir. Xeyr, oğlan deyir ki, pianolarda bunu eləmək mümkün deyil. Deməli, cavabımız D variantı. Və salam, dinləmə bitdi. Keçirik tekst suallarımıza. Bilirsiniz ki, 2 dənə tekstimiz var, 5 suallıq. 6-cı və 11-ci belə deyək, suallar, yəni tekstlər, hər iki tekstin birinci sualları 4 hissədən ibarətdir. True-false tipli suallardır. Burada 4-dən 4-ünə də doğru cavab versəz 1 bal alırsınız. 3-ünə doğru cavab, 1-nə yanlış cavab və yaxud da 1-nə heç cavab verməsəz 0.5 bal alırsınız. 2 və daha az doğru cavabınız olduğu təqdirdə isə ümumiyyətlə bal almırsınız. Baxaq indi 6.1-ə. If you have any work-related problems, try to provide at least with one solution to it. Deyir ki, əgər işlə bağlı bir problemin varsa, çalış ki, ən azı bir, belə deyək, həll yolu ilə təmin elə həmin o problemə bossun üstünə gedəndə. Bəli, tekstdə də ən sonuncu abzasda burada deyirdi ki, əgər bir problem varsa, mütləq şəkildə onu
Boss'un üstünə gedəndə beynində artıq bir dənə həll yolu, çıxış yolu tap, elə get boss'un üstünə. 6.2-də taking extra responsibilities will not have any contribution to your professional improvement. Yəni əlavə məsuliyyətlər götürmək karyera irəliləyişində heç bir katkıda bulunmayacaq, heç bir belə deyək, töhfə verməyəcək. Amma tekstdə deyir ki, bircə dəqiqə həmin o hissəni tapım. Deməli. Aha. Always volunteer for extra responsibilities. People who excel in work place often go above and beyond of what they are asked to do. Yəni həmişə çalış, könüllü ol ekstra məsuliyyətlərə və insanlar kim ki iş yerlərində excel olurlar, üstün olurlar, o insanlar həmişə onların eləməsini istənilən işlərdən artığını eləyirlər. Deməli, false-dur. Qabağa getmək üçün ekstra məsuliyyətlər götürmək lazımdır. 6.3-də knowing the culture of your company can help you to carry out your duties effectively. Yəni şirkətin kültürünü, şirkətin belə deyək də qaydalarını, mədəniyyətini bilmək sənin vəzifələrini effektiv şəkildə yerinə yetirməyinə kömək ola bilər. Bəli, mətndə də deyir ki, deməli həmin o hissəni göstərim. Birinci yazılan postulatda var. Make sure you are familiar with the values of the company so that you can demonstrate them effectively. Yəni çalış ki, belə deyək, tanış olasan şirkətin dəyərləri ilə, qaydaları ilə, qanunları ilə və beləcə sən belə deyək, onları effektiv şəkildə yerinə yetirə biləcəksən. Yəni, bundan ötürü bilməlisən. Deməli bu true-dur. 6.4-də avoid getting feedback from your manager. Yəni menecerindən belə deyək, feedback alma, yəni onun fikrini soruşmaqdan qaçın. Feedback alma. Amma tekstdə deyir ki, əksinə çalış ki, feedback istə. Çünki feedback sənin belə deyək, zəif nöqtələrini təyin etməyə kömək eləyəcək və biləcəksən ki, sən bunun üzərində ilk olaraq işləməlisən. Deməli, bu da səhvdir. Avoid sözünü qəşəng əzbərləyin yoldaşlar. Qəbul imtahanında mütləq düşə bilən sözlərdəndir. Avoid və annual sözü. İllik, ildə bir dəfə. Annual yazılır. Deməli, 7-ci-də avoid isə qaçınmaq deməkdir. Qaçınmaq, yayınmaq. 7-ci-də refrain sözünün definitionunu istəyir. Refrain, yəni bir şeyi eləməkdən özünü belə deyək də dayandırmaq. Türklər deyir, fren yapmaq. Bax, həmin odur. Yəni refrain eləyirsən, bir şeydən özünü stop eləyirsən eləməyə. Yəni cavab B variantı. To stop yourself from doing something. 8-də hamısı tekstdə bəhs olunub, birindən başqa. Yəni tekstdə bəhsi keçməyən fikri seç deyir. A-da being accomplished and productive. Elə birinci cümlədə bundan danışırdı zaten. Baxın, burada qeyd olunub. Accomplished, yəni successful deməkdir. Uğurlu, nail olmaq, accomplish. B-də knowing the values of company. Bəli, bundan bayaqlar danışdıq. Şirkətin dəyərləri. C-də sharing feelings about the workplace. Bəli, burada da qeyd eləyir ki, belə deyək, öz fikirləri, öz hissləri özbə saxla. Xüsusən də partilərdə falan filan, içki verilən məclislərdə çox da şeylərdən danışma. Keep in mind that sharing feelings. Burada qeyd olunub. Sonra Y-də participating in cooperative parties. Bəli, partiləri dedik bayaq. Partilərdən danışmışıq. Qalır cavab D variantı. Developing a plan, yəni plan gəlişdirmək, plan belə deyək, yaratmaq. Bu da yenə tekstdə ümumiyyətlə belə bir şeydən bəhs olunmur. Adı keçmir, ona görə də bunlardan cavab D variantı doğrudur.
Keçirəm 9-cuya. Cümləni tamamlamanızı istəyir. It's appropriate to notify your boss about the possible delay in completing the task. Cümləni tamamla. Yəni, tapşırığın tamamlanmasında hər hansısa bir mümkün bir gecikmə olan zaman müdirivi bundan məlumatlandırmaq doğru olar, düzgün olar. Nə vaxtda? Deməli, tekstdə deyir ki, gecikmələrdən danışanda deyir ki, talk to your boss far ahead of deadline if you believe that you won't be able to complete an assigned task on time. Okay. Deməli, yəni demək istəyir ki, əgər çatdırmayacağı bildiyin bir iş varsa, çalış ki, bossunla deadline-dan çox-çox əvvəl danış. Yəni, həmin sənə verilən möhlət vaxtı nə qədərdirsə, həmin ondan neçə müddət əvvəldən danış ki, bax, boss, mən bunu çatdırmayacağam. Deməli, A variantında close to the deadline, yəni deadline-a yaxın vaxtlarda. Xeyr, axı far ahead deyildi, çox-çox əvvəl. Sonra B-də having run out of time, yəni vaxtın bitəndə. Sonra C-də after the deadline finishes, yəni möhlət vaxtı bitəndən sonra. Sonra D-də when you are behind schedule, behind ötəsində, arxasında. Yəni sən vaxtın bitib, sən cədvəlin ötəsindəsən, arxasındasan. Vaxt keçib qurtarıb, olan olub, keçən keçib. Xeyr, amma Y variantı before the due date, yəni həmin o sənə verilən tarixdən əvvəl. Bəli. Cavab Y variantı. 10-da hansı sualın cavabı var? Bir də what can contribute to developing closer working relationships? Yəni daha yaxın iş münasibətləri yaratmağa nə töhfə verə bilər, nə kömək ola bilər? Burada da qeyd eləyir. Deməli, whether you share office space or not, show respect by keeping voice volume low on the phone and in person. Use this an opportunity to develop closer working relationships. Yəni deyir, qısacası telefonla danışanda sakit səslə danış və yaxud da üzbəüz söhbət eləyəndə çalış ki, hörmət göstər, alçaq tonla danış. Bu sənin daha yaxşı iş, belə deyək, ünsiyyət qurmağa kömək eləyəcək. Deməli, birinin cavabı var. 2də why should you complain about your boss when things go badly? Yəni bir şeylər tərs gedəndə niyə görə bossun barədə şikayət eləməlisən? Əslində eləməməlisən olmalıydı o. Deməli, bu səhvdir. 3də why do self-centered people progress faster than team players? Yəni özünə fokuslanan insanlar niyə görə komanda ilə işləyən, komanda ruhlu insanlardan daha çox qabağa gedirlər? Xeyr, tekstdə bunun tərsini deyirdi ki, çalış komanda ruhlu ol, komanda belə deyək, komanda ilə işləməyi sevən insanlar əksinə daha qabağa gedir. Burada da həmin o hissəni tapaq. Deməli, team players get noticed and often advance faster. Yəni, komanda ruhlular daha tez qabağa gedirlər. Belə deyək, notice olurlar. Nə deyirlər o? Yəni, onu görürlər də, belə deyək, o insanı görürlər, komanda ruhlu insanı. Sonra 4də why don't some habits or behavior change? Niyə bəzi vərdişlər, davranışlar dəyişmir? Nə əlaqə? Tekstdə bundan söhbət getmir. 5də why should people steer clear of personal emails in the workplace? Yəni, niyə görə, belə deyək, insanlar iş yerlərində öz o şəxsi e-maillarını falan şeydə saxlamalıdırlar, yəni kontrolda saxlamalıdırlar. Burada da tekstdə də qeyd olunur ki, deməli, most companies monitor employee usage of technology, so you should keep the personal emails and text messages. Yəni, əksər şirkətlər işçilərinin texnologiyanı necə istifadə eləməyini nəzarətdə saxlayırlar. Ona görə çalış şəxsi e-maillər və text mesajları özünə saxla. Deməli, 5-in də cavabı var. Cavab oldu 1 və 5. Keçirik növbəti tekstimizə, 11.1-ə. Deməli, the gradual rise in the ocean temperature is the consequence of human activity. Yəni, okean temperaturunun yavaş-yavaş artması insan əməlinin nəticəsidir. Bəli, burada da qeyd olunur ki, the temperature of the Earth's oceans is slowly but steadily going up
And this is a result of human activity. Yəni okean temperaturu yavaş-yavaş, amma daimi şəkildə artır və bu da insan əməlinin nəticəsidir. Deməli, truedur, doğrudur. 11.2 In British Isles, the weather is getting worse day by day. Yəni Britaniya adalarında hava günbəgün pisləşir. Amma tekstin elə birinci abzasında deyirdi ki, Britaniya adalarında belə deyək, hava şəraiti bir gündə belə bir neçə dəfə dəyişə bilər. Yəni pisləşmək deyil də bu. Gah yaxşı ola bilər, gah pis ola bilər. Yəni eyni anda fərqli-fərqli, eyni gündə fərqli-fərqli hava şəraiti görə bilirsən. Deməli bu false-dur, səhvdir. 11.3-də In British Isles the weather is rainy, cold and wild. Yəni Britaniya adalarında hava yağışlı, soyuq və çox belə deyək də vəhşidir. Yəni heç sözə baxmır. Orada da bayaq da qeyd elədik ki, burada hava dəyişkən olur. Gah belə olur, gah belə olur. Yəni bir günün içində fərqli-fərqli hava şəraitini müşahidə eləmək olur. İlla pisdir deyə bir şey yoxdur. Deməli bu da false-dur. 11.4 Extreme weather events are rarely reported on TV screens. Yəni ekstremal hava belə deyək hadisələri nadir hallarda televiziya ekranlarında bildirilir, xəbər verilir. Amma əslində tekstdə deyirdi ki, but these days our TV screens are constantly showing such extreme weather events. Yəni bu günlərdə bizim televizor ekranlarımız dayanmadan, davamlı şəkildə, konstant şəkildə belə hava şəraitlərini göstərir. Deməli bu da səhvdir. Nadir hallarda deyil. Sonra 12-də həmin o cümlənin mənasını istəyir. But these days our TV screens are constantly showing such extreme weather events. Yəni bu günlərdə bizim televiziya ekranlarımız davamlı şəkildə ekstremal hava şəraitlərini göstərir. Bu o deməkdir ki, yəni belə deyək, sayca bu şeylərin sayı artıb, ekstremal hava şəraitlərinin. Adadır ki, televiziya kanalları insanlarda ictimai farkındalığı artırmaq istəyir. Xeyr, nə əlaqə? B-də televiziya kanalları belə deyək, üsyankar hadisələri, zorakı hadisələri vermək istəmir. Ondan ötürü güya. Xeyr. Yəni buna öyrəşməyib, ona yəni didn't used to, yəni verməzdilər. Ona görə də bu şeyləri verirlər. Sonra C-də insanlar sensasional kontentlərə, yəni bu tip belə deyək, sensasiya məzmunlarına baxmağı tərcih eləyirlər. Xeyr. D-də ekstremal hava şəraitləri sayca artıb. Bəli, doğru cavabdır. Televiziyada dayanmadan yəni göstərilir, sayca artıb deməkdir. Y-də televiziya kanalları başqa bir şey verməyi nəsə tapmır. Ondan ötürü bunları verir. Bu da səhvdir. 13-də hansı cümlə 3-cü paraqraf belə deyə başlada bilər? 3-cü paraqraf hansı cümlə ilə başlayır? 3-cü paraqrafda qeyd olunub ki, Rio de Janeiro'da belə deyək, torpaq sürüşmələri yüzlərlə insanların belə deyək ölümünə səbəb olub. Pakistanda 20 milyon insana təsir eləyən daşqınlar olub və dünyanın digər hissələrində də belə deyək bu şeylərdən, quraqlıqdan, drought-lardan insanlar əziyyət çəkirlər. Deməli, bu abzas hansı cümlə ilə başlayar? A variantında the effects of this kind of rainfall are dramatic and lethal. Lethal ölümcül deməkdir. Yəni bu tip yağıntıların təsiri dramatik və ölümcüldür. Okay, ola bilər. Orada da ölümlərdən söhbət eləyirdi. 20 milyon, nə bilim, yüzlərlə insan ölüb, buna təsir eləyib falan. B-də bir çox ölkələr bərpa olunan yenilənə bilir enerji resurslarına investisiya yatırırlar ki, çirklənməni dayandırsınlar. Xeyr, bu ümumiyyətlə əlaqəsizdir. C-də tourism in tropical regions has increased significantly over the past decade. Əvvəlki 10 ilə nisbətdə turizm tropik regionlarda artıb önəmli dərəcədə. Xeyr, bu da əlaqəsizdir. D-də scientists are studying marine life in the deepest parts of the ocean. Alimlər belə deyək, okeanın dərinliklərində sualtı həyatı öyrənirlər.
Xeyr, bu da əlaqəsizdir. Y-də modern cities are becoming more dependent on advanced transportation systems. Bu da nəqliyyat sistemlərindən danışır, əlaqəsizdir. Elə deməli, doğru cavab A variantıdır. Axı orada daşqınlardan, nə bilim, neçə milyon insanın zərər görməsindən, yüzlərlə insanın ölümündən danışırdı. Bu da elə eyni şeydir. 14-də steadily sözünün mənasını istəyir. Steadily, yəni davamlı şəkildə, belə deyək, fasiləsiz. Deməli, in a regular and even manner. Yəni qaydalı, nizamlı şəkildə. 15-də hansı sualın cavabı var? Bir də how many years has satellite weather forecast been around? Ümumiyyətlə pek hava proqnozlarından danışmır. Neçə il güya şey olub, xeyr, bu da mənasızdır. Bunun cavabı yoxdur. 2-də how many weather cycles are there in total? Totalda, ümumilikdə nə qədər hava, belə deyək, cycle'ları var, döngüləri var. Bunun da cavabı yox idi. 3-də how does human activity affect extreme weather events? Bəli, bunun cavabı var. İnsan, belə deyək, övladı, insan aktivitesi hava şəraitinə, ekstremal olmasına necə təsir eləyir? Bayaq da qeyd elədik. Bu insanların nəticəsində temperatur okeanlarda artır dayanmadan və s. 4-də what was the death toll in Pakistan flood? Pakistan daşqınlarında ölüm şeylər nə qədərdir? Bu barədə konkret məlumatımız yoxdur. Sadəcə 20 milyon insana təsir elədiyini bilirik. Yəni ölənlər nə qədərdir, bunu bilmirik. Sadəcə təsir eləyib. Çünki o 20 milyonun içində evindən didərgin olanlar da var, ölənlər də var, itkin düşənlər də var və s. B-də by what percent has the water vapor in the atmosphere risen? Yəni belə deyək, atmosferdəki su buxarı nə qədər faiz artıb, yüksəlib? Burada deyir ki, son 25 ildə 4%, yəni 4% artıb. Deməli, 5-in də cavabı var. Vəssalam, cavabımız 3-5. Keçirik növbəti 5 suala, qrammatika və lüğət yönümlü suallara. Deməli, 16-da where can we find such kind of glasses? O da deyir, we can find them at 2 malls and nowhere falan. Okay. Deməli, yoldaşlar, törəmələrlə more işlənə bilmir. Nowhere törəmədir. Deməli, B və D variantı konkret səhvdir. Else işlənə bilər törəmələrlə. A, C, Y variantları arasında qalmışıq. Sonra ikinci boşluqda to 3 malls, yəni malls cəm isimdir. Else-dan sonra isim gələ bilməz, ancaq apostrof S olarsa gələ bilər. Deməli, Y variantı da getdi. Qaldıq A və C variantının əlində. İkisində də more və else ilə bitir. İndi A və C-nin əsas məsələsi. A variantında another-dən sonra sayılan tək isim gəlməli idi. Çünki orada an artiklı var. Where another deyə bir şey yoxdur. Amma where else ifadəsi var. Bəli, cavab C variantı. Where else başqa harada. What else başqa nə. Who else başqa kim. Okay, 17-də doğru zaman sualını istəyir bizdən. Research in Helsinki shows'a baxın. İndiki sadə zaman. Shows that phone checking typically lasts less than 30 seconds on each occasion. Cavab C variantı. Bu vərdiş alınmış hərəkətləri göstərir. Typically, yəni tipik olaraq, belə deyək də, artıq burada bir vərdiş sərgilənir. A variantı, D variantı bitmiş zamanlardır, ola bilməz. Is lasting indiki davam edicisidir, olmaz. Is last dediksə passive voice-dur. Bu da mənasızdır. Telefonu belə deyək, çek eləmək, yoxlamaq, ekranını yandırmaq davam edilir 30 saniyə. Bu səhvdir. Davam edir olsa doğrudur. Cavab C variantı. Plus da burada on each occasion, yəni hər səfərində, hər dəfəsində. Bu da yenə vərdiş hərəkətini bildirir. Ona görə indiki sadə zaman. 18-də preposition istəyir bizdən, yəni sözünü. Deməli, yesterday the Whites left London. Bilirik ki, left ya preposition-sız işlənir, ya da for ilə işlənir. Yəni, leave feili ya tərk eləməkdir, ya da filan yer üçün yola düşməkdir. Yəni, ya A-dır, ya da D variantıdır. For a week
Olar, okay. And they will be back. Will be-yə baxın, gələcək zaman. Will be back. Yəni geri qayıdacaqlar. Since bitmiş zaman göstəricisidir. Amma in plus zaman intervalı, bəli, bu gələcək zamanın göstəricisidir. 2 günə gələcəm. I will come in 2 days. Deməli, cavab D variantı. 19-da hekayə dialoq qurmamızı istəyir bizdən. Deməli, baxaq görək. Təbii ki, sual-cavab şəklində olacaq. Məntiqlə ən çox 6 ilə başlayan cavab var. A və C variantı. Ona görə A variantı ilə başlayaq. 6 ilə başlayaq. How long have you been living in San Francisco? Yəni, San Francisco'da nə qədər vaxtdır yaşayırsan? O da deyir 1. For only 6 months, I like it, it's a nice city. Bəli, bu əslində 6-1 tamamilə doğrudur. Çünki how long for plus zaman intervalının sualıdır. Konkret 6-dan sonra 1 gəlməlidir həmişə. Yəni, B variantından Y variantı zaten səhvdir. Sonra 4-ü versək, it's a lot colder and wetter than your country, isn't it? Deyir, sənin ölkəndən daha soyuq və yağışlıdır, elə deyilmi? Yes, it is. Bəli, elə doğru cavab A variantıdır. Çünki isn't it deyibsə, o da cavabında it is deməlidir ya da it is not deməlidir. A variantı doğru cavabdır. 4-dən sonra 3. Amma C variantında 3-dən sonra 4 gəlib, bu da səhvdir. Sonra 2-ni qoyaq. There is a lot of traffic on the freeways and streets. Yəni magistrallarda və küçələrdə çoxlu trafik var. O da deyir 5. Yes, but if you avoid driving downtown, the traffic doesn't bother you. Hə, elədir, amma şəhər mərkəzinə sürməsən, bundan qaçınsan, avoid eləsən, belə deyək, tıxac səni narahat eləməyəcək. Bəli, doğru cavab A variantıdır. 20-də passive voice-ə çevrilə bilən cümlələr, yəni təsirli feil, yəni tamamlıqlı cümlələr. Deməli, feilə sual verəcəksən. Kimi, kimə, nəyi, nəyə sualına cavab verirsə, o passivə çevrilir. Başqa sözlə, loru dildə feildən sonra isim və ya obyekt əvəzliyi və ya törəmələr gəlsə. Və bəzi zamanlarda istisna. Bitmiş davam edicilərin passivi olmur və gələcək davam edicinin passivi olmur. Deməli, 1-də the teachers told the parents. Müəllimlər valideynlərə dedi. Kimə? Valideynlərə. Deməli, burada passive voice olacaq. Çünki tamamlıq var. 2-də she might warn us. O, bizi xəbərdar edə bilərdi. Kimi? Bizi. Bəli, 2-də var. Tamamlıq var. Obyekt əvəzliyi gəlib. 1-cidə də isim gəlmişdi. 3-də when she saw him off. O, onu yola salanda. Baxın, him. Burada da yenə obyekt əvəzliyi var. Bəli, 3 də çevrilir. O, onu yola salanda. 4-də we are lacking 3 members of staff due to illness. Xəstəliyə görə 3 üzvümüz çatışmır. Kim? 3 üzvümüz. Burada isə belə deyək, tamamlıq yoxdur, təsirsiz feildir. Bizə təsirli feil lazımdır. 4-ü götürmürük və 5-də the company has been losing. Baxın, indiki bitmiş davam edici. Bayaq da qeyd elədik. Bitmiş davam edici zamanlar və gələcək davam edici zaman passivə çevrilmir. Deməli, cavabımız Y variantı. 1, 2, 3. Və salam yoldaşlar, sizinlə mən idim, Xamis müəllim. Növbəti izahlarda inşallah görüşənədək.